Güclü qar yağması Cəlilabad yardımlı avtomobil yolunda ciddi problemlərə səbəb olub. APA'nın Cənub Bürosunun verdiyi məlumata görə, yağan intensiv qar nəticəsində yolun müəyyən hissələrində nəqliyyatın hərəkəti tamamilə dayanıb. Sakinlərin bildirdiyinə görə, ötən gündən fasiləsiz yağan qar yardımlı rayonu ərazisindən keçən hissədə vəziyyəti daha da ağırlaşdırıb. Xüsusilə yolun döngəli və dağlıq sahələrində buzlanma və qarın qalınlığının artması səbəbindən avtomobillərin hərəkəti mümkünsüz olub. Nəticədə bu istiqamətdə çox sayda nəqliyyat vasitəsi yolda qalıb və hərəkət tam dayandırılıb. Hazırda aidiyyəti qurumlar tərəfindən Cəlilabad yardımlı yolunda qarın təmizlənməsi və buzla mübarizə tədbirləri aparılır. Texnika və canlı qüvvə cəlb olunmaqla yolun açılması üçün işlər davam etdirilir. Bildirilir ki, bəzi hissələrdə nəqliyyatın hərəkəti qismən bərpa edilsə də, yol hələ tam təhlükəsiz vəziyyətə gətirilməyib. Qeyri-sabit hava şəraitinin yaxın günlərdə də davam edəcəyi gözlənildiyindən, müvafiq qurumlar sürücülərə diqqətli olmaları barədə xəbərdarlıq edib. Xüsusilə qış təkərlərindən istifadə etmək, sürət həddinə riayət etmək və zərurət olmadıqca dağlıq ərazilərə səfərdən çəkinmək tövsiyə olunur. Qeyd edək ki, bölgədə hava şəraitinin kəskin dəyişməsi digər yollar üçün də risk yarada bilər. Aidiyyatı xidmətlər vəziyyəti nəzarətdə saxlayır və yol hərəkətinin tam bərpası üçün işlərinin davam etdirildiyini bildirirlər.